Feyyaz Əmidən çox sözlər danışmaq olar. Onun böyüklüyündən, insaniyyətliyindən, mən şəxsən yadıma gələndən, mən onun haqqında ömrü boyu müsbət fikirdə olmuşam. Heç kimə qarşı mənfərəcət olmayıb, hamı ilə mehribancasına dolanıb, davranıb, Quran elmində faal iştirak eləyib. Mən sizə gəlib gedəndə daim onu Quran arxasında oturub oxuyan görmüşdüm onu. Baxmayaraq Quran oxuyurdu, evə kimsə girəndə istər-istəməz ayağa qalxardı. Hamı ilə görüşərdi, hamı ilə əhval-ruhiyyəsini soruşardı və mütləq ən azından çay dəstgahına dəvət eləyərdi. Allah rəhmət eləsin onu. Allah'ın qana-qana rəhmət eləsin. Mən əminəm ki, o yeri cənnətdir Allah'ın köməkliyindən. Heç kimin pisi olmayıb, heç kimin haqqında mənfi danışmayıb. Nəyə gücü çatırdı, gücü çatdığından da yüksəkdə hamıya kömək əlini uzatmağa çalışırdı. Hamının qulluğunda dururdu. Feyyaz Əmi o cümlədən çox təmiz, düzgün adam idi. Mən də çalışmışam, həmişə Feyyaz Əminin yolu gedeyim. İnsana xas olan təmizliyi, gözəlliyi, düzlüyü mən də yerinə yetirmək çalışmışam. Niyə? Rəhmətlikdən onları çox görmüşəm. Mən ondan həyatı boyu razı olmuşam. Allah onu qana-qana rəhmət eləsin. Allah o dünyasını versin. Rəhmətliyin şəklini gördüm burada. Keçmişimə qayıtdım. Keçmiş xatirələr məni biraz keçmişə qaytardı. Mən o kişidən ömrü boyu razı qaldığım halda bugünkü gündə də ondan razıyım. Mənim atam da Allah rəhmət eləsin, Quvat kişinin o da ilə Feyyaz Əmi kimi salamat, saf insan idi. Rəhmətliklər bir-birlərindən çox səmimi olublar, mehriban olublar. Həmişə sözləri bir-birlərindən, fikirləri bir-birlərindən uyğun gəlib, bir-birlərindən dost kimi yaşayıblar. Onu hamamda qaçaqar işləyirdi də ocaqçı. Ondan başqa heç kim o ocağı idarə edə bilmirdi. Ona görə safxozun direktoru da dəfələrlə gəlirdi, onu işə dəvət edirdi. Müharibəli kinolar olandı, Lələmin gözlərindən yaş tökülürdü. Lələm Kers boğazında qulluq eləyib, əsirlikdə olub Lələmdə. Lələmin də müharibədə şücaətləri çox olub. Yaxşı qulluq eləyib, intihası əsir düşüb. O vaxtı da əsir düşənlərə mənfi baxırdılar. Onlar bir-birlərindən mehriban olublar, çox mehriban olublar. Oturub söhbətlər edirdilər. Hamamın direktoru gəlirdi biz olmayanda, dəvət eləyirdi, üz vururdu, Lələm məcbur olurdu, gedirdi. Hətta safxozun direktorları bir-iki dəfə gəlib qapıya birisindən Lələm aparıblar, Quvat kişi səndən başqa heç kim bu ocağı idarə edə bilmir. Böyük ocaq idi, böyük çəni idi, o farsun körən işləyirdi, o partlasaydı, kəndin yarısını apara bilərdi. Lələm onun ötəsindən gəlirdi deyə, Lələmi gətirirdilər, qoyurdular ora. Elə qaçaqarın qabanda yığışırdılar, çay dəstgahı yaradırdılar, otururdular. Lazım olan qədər söhbətlərini edirdilər palıd ağaçlarının altında. Hamamın qabanda xeyli palıd ağaçları var idi. Yayda sərin, qışda da ki, ocağın yanında otururdular öyle. Ocağın üstüne qızına, hələ başına gələndən danışır. Lələm dəfələrlə mənə danışır. Çox sağ ol balam, belə xatirəni sənətli filmə çəkibsən, saxlayıbsan. Allah sadə kimi olsun, gələcək günlərində, həyatında həmişə uğurar arzu edirəm sənə. Sağ ol balam.